Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər və müəllim olmağa hazırlaşan mülkçilər. Bugün sizə Time 2024 Test Bankından bir situasiya sualını izah etmək istəyirəm. Sualımız belədir. Müəllim şagirdlərə ev tapşırığı olaraq dərsdə öyrənilən mövzularla bağlı əlavə materialları internetdən araşdırmağa tapşırır. Lakin şagirdlərin bəzilərinin evdə internetə çıxışının olmamasını nəzərə alıb, bəzi mənbələri çap edib sinifdəki qutuya yerləşdirir ki, ehtiyacı olanlar götürüb onlardan istifadə etsinlər. Bu situasiyada verilənlərə əsasən sinifdəki fəaliyyət haqqında hansı fikir doğrudur? Burada əvvəlcə birinci situasiyanı özümüz üçün aydınlaşdırmalıyıq. Müəllim neyinir? Müəllim sinifdə öyrətdiyi mövzu haqqında daha ətraflı məlumat almaq üçün uşaqları araşdırmağa yönəltməyə çalışır. Və bu zaman internetə çıxış olmayan uşaqlar üçün isə əlavə mənbələr gətirir və o mənbələri sinifdə müəyyən bir yerə qoyur, uşaqlar oradan götürüb istifadə edirlər. İndi baxaq variantlarda müəllimin məqsədi ilə bağlı hansı fikir doğrudur? A variantında deyir ki, müəllim bu tip tapşırıq verməklə şagirdlərin müstəqil öyrənmə və rəqəmsal bacarıqlarını inkişaf etdirməyi hədəfləyir. A variantında müstəqil öyrənmə hissəsi doğrudur. Amma rəqəmsal olan hissədə artıq dayanacağıq. Niyə? Çünki müəllim əgər rəqəmsal bacarıqları inkişaf etdirmək istəsəydi, niyə şagirdlərə özü mənbələr gətirirdi ki? Ona görə də müəllimin məqsədi bu deyil. Ona görə ki, çünki müəllimin məqsədi sırf kompüterlə işləmək, internetə çıxış deyil. Araşdırmaq aparmağa yönəldir. Müstəqil işləmək doğrudur, amma rəqəmsala görə A variantı getdi. Keçdik B variantına. Müəllim dərsin mövzusunu ev tapşırığı vasitəsilə öyrətməməli, məqsədə mümkün qədər sinifdə çatmağa çalışmalıdır. Bu variant da doğru deyil. Niyə? Çünki müəllim dərsin məqsədinə çatmaq üçün ev tapşırığı vermir. Müəllim sinifdə dərsin məqsədinə çatıbdır, mövzunu da öyrədibdir. Sadəcə olaraq gördünüzmü situasiyada nə dedi? Mövzu ilə bağlı daha ətraflı məlumat almaq üçün müstəqil araşdırma verir. Ona görə B variantı da yanlışdır. Keçdik C variantına. C variantını hələlik buraxırıq, çünki ora qaydacağıq. Doğru variantımız odur. Əvvəl yanlışlara baxaq. D variantına baxaq. Müəllimin bu addımı atmaqda məqsədi şagirdlərin maraqları və öyrənmə xüsusiyyətlərini qarşılamağa yönəlib. Xeyr, müəllimin əgər məqsədi şagirdlərin maraqlarını qarşılamağa yönəlsəydi, müəllim o zaman bir neçə situasiya verərdi. Çünki hər bunun marağı eyni ola bilməz. Amma müəllim hamıya eyni tapşırığı verib. Ona görə də müəllimin məqsədi şagirdin maraqları və öyrənmə xüsusiyyətləri deyil. Öyrənmə xüsusiyyətləri də bilirsiniz, öyrənmə tərzlərinin nəzərə alınmasıdır. Bu zaman diferensiyallıq olmalıdır. Amma burada elə bir şey görmürük. D variantda yanlışdır. Y variantına deyir ki, bu fəaliyyət şagirdlərdə gündəlik həyatda istifadə edilən yumşaq bacarıqları inkişaf etdirməyə xidmət edir. Yumşaq bacarıqlarımız nədir? Var sərt bacarıqlarımız, var yumşaq bacarıqlarımız. Yumşaq bacarıqlarımız bizim həyatda əldə etdiyimiz bacarıqlardır. Ünsiyyət, əməkdaşlıq, qayğıkeşlik, tolerantlıq, humanizm.